and square root 3. Sabansky. Burada uşaqlar, deməli, bir çox uşaq belə şeyləri səhv salır. Məsələn, kök altda 12-ni götürüb çoxunuz 2 vur 6 kimi başa düşürsünüz. Kök altda 12-ni 2 vur 6 kimi başa düşəndə götürürsünüz çoxsuz, burada yazırsınız 6. Bu səhvdir uşaqlar, oldu? This is incorrect. Square roots are not division. Oldu? So next, square root 96. Salam uşaqlar, salam. Deməli, baxaq burada siyahıya. Kim izah eləmək istəyir uşaqlar? Növbəti sualı, next question. Elmir, do you want? Can you explain? Hansını? Square root 96. Square Azərbaycanca da narahat olma. Rəq falan göndərəcəm, onsuzdan baxarsın. 96'nı biz Neçə oxuyursan? mən hər 8'e getirəm. Dəyanətdə oxuyursan? Bəli. 8 vur 12 kök altında. 8 vur 12 şəkildə yazacaq. Baxaq. 8 vur 12 kimi yaza bilmərik. Xeyr. Mən 6 vur 16 Sən hələ keçməmişsən, Elmir. Sən hələ 8-ə keçirsənsə, sən də bu il öyrənəsən. Ona görə sən cavab verməməyə normaldır. 2 vur 16. Kök altda 16 vur 6, bəli. Uşaqlar, bu arada sizə bir xəbərim var. Kimlər SAT-yə gedirsə, ingilis diliniz A1, A2 səviyyəsində olub. Mənim dediyim kimi bu sözləri bildim, gedib yazmağınız çox çətinləşəcək. Artıq SAT daha çox yayılmağa başlayıb. Dünyanın artıq SAT ilə qəbul edən ölkələrinin sayı artıbdır bu yaxınlarda. Yəni daha çox ölkə artıq SAT ilə qəbul edəcəyi üçün ingilis dil səviyyəniz minimum tam şəkildə çunusunuzdan çıxartmağınız üçün beybi olacaq. Nəzarət güclənib. Nəzarətin güclənmə səbəbi də odur ki, Azərbaycanda da başqa yerlərdə bunu satırlar. SAT-də Azərbaycanda bəzi kurslar var ki, SAT-ni satırdı. Onu təəssüf hissinə deyirəm, ürək ağrısı ilə deyirəm, utanaraq deyirəm uşaqlar. Mənim günahım olmasa da bu ölkənin problemidir. Müəllimin, təsisçinin, direktorun biri də mənəm. Yəni, başqalarının adını utanıram buna görə. Amma fakt gibi olan şeydir. Çox ciddi nəzarətdir artıq. Yəni, artıq SAT-yə kimlər getmək istəyirsə, özünüzü bir ciddi şəkildə, daha yüksək şəkildə gəlişdirmək haqqında düşünün. Yaxşı. Yəni, artıq elə mən getdim, yola verdim, girdim, söhbəti falan mümkün deyil, olmayacaq. Oldu? Rəman, sən neçədə oxuyursan? Mən? Aha. Mən 9'a keçdim. Əla, onda sən bunu bilərsən. Deməli, kök altda 16-nı necə yazdım uşaqlar? Mən dedim ki. Mənim kök altda 16'nı tam çıxır, 4 çıxacaq orada. Aha, so first check whether 96 is a perfect square. Yes. Now find the largest perfect square factor. Aha. So Kök altda 6 oldu. yes, when we separate them, square root 16 gives us 4. Yes. Ne deməkdir? Bu uşaqlar, yəni bu 4'ün kvadratıdır. Bundan 4 çıxır. So the answer becomes 4 kök altda 6. 6'dan çünki heç nə çıxmır. Elmir, anlayırsan? Bəli. Aha. But question 3. Question 3'ni kim izah eləmək istəyər? Oğlanlar, birinizin səsini çıxsın. Deyim mi? Deyim mi? Baxın görüm.
Deyim. Baxın demək istəyən. D. Mənim altında 45-dən 9 vur 5 yazırıq. İngilis izah edə bilərsən? Belə yox. İngilis yox. So, 45 is not a perfect square. 45 tam kvadrat deyil. Did you understand? Uşaqlar, Yes. perfect square nədir? Tam kvadrat. 45 tam kvadrat deyil. So look for the biggest perfect square factor. So we can write 45. Sən dediyin kimi 9 vur 5 kimi. Yes. Bəli. Bunu biz nə dedik? Dedik ki biz burada separate the radical. Kökləri ayıraq. Yəni kök altda 9 vurulsun, kök altda 5 kimi yazırıq. Kök altda 9-dan nə çıxır? 3. The square root 9 is perfect square. Perfect square 3. Yes, and 3. Question 4. Question 4'u kim izah etmək istəyir? Who want to explain question 4? Who want? Edim. Yes, of course. Let's start. Question Okay. 4. So we have square root of 18, and we will. It's not a perfect square, right? Yes, of Um, course. It is not. And we're gonna write it like 9 times 2, Yes, 9 times 2. and we're gonna get 3 and square root of 2. Yes, 3 and square root of 3. Yes, correct. Uşaqlar anladınız? But who want to explain question 5? Who want? İzah edə bilərəm. Yes. Let's start. Rəfiqə, yes. Your name is Rəfiqə? Bəli. Yes, let's start. Question 5. 2 square root of 27 equals to 2 square root of 3 multiplied by 9, and it's equal to 3 multiplied by 2 square root of 3, and it gives us 6 square root of 3. Yes, correct. Your answer is correct. Next question 6. Uşaqlar, içinizdə rus bölməsi varmı? Rus bölməsi varsa deyim, rus dilində falan da izah edeyim. Uşaqlar, sizinləyəm. Bunu kim izah eləyər? Mən izah eləyim, anladım. Yes. Let's start. 3 kök altında 75, bir də bu kök altı 75'i 25 bölü 5 kimi yazırıq. Sonra orada 25 bölü 3 saçdım. 3 kök 3 vurulsun. Sonra 25'ten 5 çıxdı. 3 vur 5 kök altında 3 olacaq. Yes. It gives us 15 square root 3. Yes?
So, question 8. Square root 200. Who want? Hüseyin, can you explain? Hüseyin. Hüseyin, are you here? Kök altda 200 necə yazarıq uşaqlar? 100 2 bölü 100 olaraq. Yes, 100 times 2. 10 And and 100 yazırıq. 2. Yes, square root 2. Yes. Gəlin keçək biraz daha hafifləyək tənliklərə. Let's start. Question 11. 5 kök altda 2 bərabərdir kök altda x. 5 square root 2 equals square root x. Necə həll edərsiniz uşaqlar? Bunu qoyaq ingilis səsinin kənara. Bir Azərbaycanca baxıb görək necə həll edə bilərsiniz. 50. 5'in kvadratı 5'in yükseldi. kvadratı Kökün altına bölü salarıq. Kök Kökün altında kökün 25 altına bölü salarıq. 2 yazarıq. O da kök altta 50. Yaxşı. Deməli, birinci gəlin bunun uşaqlar tənliklərinə də baxaq. Tənlik deyirəm, şeylərinə, lüğətlərinə baxaq. Gəlin birinci uşaqlar tənliklərin lüğətlərini deyək. Equation nə deməkdir? Equation. Equation nədir? Keçən dəfə də demişəm, PDF-də də göndərmişəm. Bərabərlik. What's equation? Tənlik. Tənlik mən. Equation tənlik. Uşaqlar qaydaları oxuyursunuz, göndərilən PDF-lərə falan baxırsınız. Bəli. Baxın. Bu günlərim keçən dəfəki dərsində bugünkünün ikisini də şeyini göndərəcəm. Əslində doğrusu hazırdır. Səid burada sana göndərməmişsən qrupa Səid. İndi göndərərəm, problem yoxdur. Solve nə deməkdir? Həll etmək. Variable keçən dəfədən demişik, dəyişən. Unknown. Square both sides. Square both sides hər iki tərəfin kvadratını almaq deməkdir. Hər iki tərəfin kvadratı. Square both sides. Anladınız uşaqlar? Both hər iki tərəf deməkdir. Side'da tərəfdir. Sonra equivalent. Equivalent bərabər qiymətli deməkdir. Isolate təcrid etmək, tək qoymaq deməkdir. Isolate. Simplify sadələşdirmək. Sonra orada bir dənə cümlə işlədirik biz yerinə qoymaq. Oxu yerinə qoymaq uşaqlar substitute deməkdir. Sonra check və yaxud da ki verify. Check-i bilirsiniz. Check məncə çox belə dillərdə olan söz uşaqlardan birində. Check, verify bunlar nə deməkdir uşaqlar? Check. Yoxlamaq. Cavabı yoxlamaq. Ay sağ ol. Yoxlamaq deməkdir. Və əsas qaydalar nədir uşaqlar? When a variable is inside a square root, we usually simplify both sides if possible and isolate the square root, square both sides, solve for the variable, check the answer. As a result, check the answer. Nə dedim mən uşaqlar? Dedim ki, əgər ki biz kökün altında dəyişən görürüksə, biz adətən nə edirik? Hər iki tərəfi sadələşdiririk, əgər mümkündürsə təbii ki. Isolate the square root edirik. Isolate nə deməkdir? Bayaq dedim mən sizə uşaqlar. Isolate nə deməkdir? Açmaq, həll Təcrid etmək. etmək, kökün altından çıxartmaq yəni mənasında gedir burada. Square both sides hər iki tərəfi kvadrata yüksəldirik. Solve for the variable dəyişəni həll edib tapırıq tənlik kimi. Sonra da axırda da cavabımızı yercə qoyub yoxlayırıq. Oldu.
So whenever you see a square root containing a variable, your goal is to remove the radical. The easiest way to remove the square root is by squaring both sides of the equation. Ne dedim mən burada uşaqlar? Mən dedim ki, bunun hətta şey görəmsə, əgər kök altı görürəmsə, dəyişənli kök altı görürəmsə, mənim üçün deyirəm ki, ən rahat məqsəd, ən rahat yol köklərdən azad etməkdir. Bunun da ən asan yolu hər iki tərəfə kvadrata yüksəltmək deməkdir. Amma siz dediniz ki, burada bunu kökün altına salırsınız. Yəni bu da doğrudur, səhv deyil uşaqlar. Amma bunu kökün altına saldıqdan sonra bunu yenə kvadrata yüksəldəcəyik. Başa düşdünüz necə? Ona görə də aha. Mesela bunu kökün altına saldınız, oldu kökün altında. Bu 25 nədən çıxmışdı? 25-dən çıxmışdı da. Bunu gətirib qoyuruq yerinə. 25 vur 2 bərabərdir kök altında x. Aldıq uşaqlar, kök altında 50 bərabərdir kök altında x. Hər tərəfə kvadrata yüksəldirik, olur x bərabərdir nəyə? 50-yə. Oldu? Bəli. Aha. So next. Ha, bir də uşaqlar, burada mən sizə belə common sub mistakes-lər də deyəcəm. Yəni nə deməkdir? Ümumi SAT səhvləri ki, uşaqlar nələrdə səhv edirlər. Məsələn, bunlardan biri nədir? Uşaqların çoxusu 5 kök altında 2-nin kvadratını tapanda 5-in kvadratını tapırlar 25, canlı da kök altında 2-ni yazırlar. Bu səhvdir uşaqlar. Bu səhvdir. 5 kök altında 2-nin kvadratı 5 square multiply by square root square. İş için aparacaq Aha. olacaq 25 vur 2. Bəli, 25 vur 2 and it gives us 50. Did you understand? Yes. Başa düşdünüz uşaqlar hamınız? Bəli. Burada neyse, elə bir ki, təcə SAT yox, riyaziyyatdan da nə qədər qayda öyrətdim mən. Demək olar ki. Aha. So, question 12. Who want to explain? Who want to explain? I can explain. Yes, if you want, you can explain. So we're gonna square both sides and we're gonna get 9 multiplied with x equal to 45. 9x 45, yes. Equal to 5. Uh-huh. And x is 5. Yes. So then we divide both. Gelirse 6. Question 13. Evet, sağ ol. Huh. Next question 13. Who want to explain? Mən deyim. Eyni adamlar cavab verir hamısı. Digərləri isə tutub susub oturub. İnşallah dərsə girmişsinizsə hamınız iştirak etməlisiniz də, bunu bilirsiniz. Deyim mi? Mən deyim mi? Ben deyim. Aha. Mən. Aha de, bəli. Orada 2 kök altında 2 bərabərdir. Kök altında 4x. Biz içini Aha. digər tərəfə keçirdik. 10 kvadratı 4. 4 vur 2 8. 8 bərabərdir kök altında. Kök altında 8 bərabərdir. Kök altında 4x. Orada da x bərabərdir 2-yə. Aha, so yes. First,
Aha, sən kökün altına saldın. Aha, amma bunu belə də eləyə bilərik dediyimiz kimi. Mhm. Aha, Hər left birini side kökdən gives us daxil eləyə bilərik də. square root 8 and right side square root 4x. What? Now solve. 8 equals 4x and x is 2. Your final answer is 2. Yes, you see it. Yeah. So we square both sides. 4 is x, so equals 8. So next. Question 14. Müəllimə. D. Mən 4-ü kök altına salırıq. Yəni 16 vur 6 kimi. O da bərabərdir. 2-ni kök altına salırıq. 4 vursa 3x kimi. Mhm. 4 vursa 3x kimi. Burada 96, kök altına 96 bərabər olur. 12x-ə. X də bərabər olur 8-ə. Mhm. Yes. Burada kök altında 96 bərabərdir dediyim ki biz burada 12x'e X də bərabər düzdür. 8. Mhm. Biz nə etdik uşaqlar? Biz axırda 12x 96 ola bilməsi üçün we square both sides. Yes. Bəli. Aha, when square both sides gives us 96 equals 12x and x is 8. So we divide both sides by 12. Yes. Divide both sides by 12. So x is 8. Final answer is 8. Question 15. Question 15. Who want to explain? Mən deyim. Bir dəqiqə baxaq. Aha. D buyur. Birinci 3'ü kvadrata yüksəldirik. Eləyir 9. Mhm. Sonra 9'u 14'e vururuq. 126 eləyir. Kök altında 126 da kök altı 6x-ə bərabər olur. Aha, bunu belə də edə bilərsiniz uşaqlar. Birinci square both sides nə deməkdir? Yəni hər tərəfə kvadrata yüksəldək. Gəlin baxaq. Kökün altına çalıb kvadrata çıxartmaqdansa first square both sides. Burada mən nə dedim? Dedim ki, belə olanda nə edək biz burada uşaqlar? Həm 3-ün kvadratı, həm də kök altı 14-ün kvadratı. 3-ün kvadratı 9, kök altı 14-ün kvadratı 14. Kök altı 6x-in də kvadratı 6x. Aldım 9 vur 14 bərabərdir 6x. Okay? Sonra Yəni indi 126 Aha. bərabərdir 6x-ə, x də 21-ə. Bəli, x də 21-ə. Divide both sides by 6. Divide both sides by 6. So it gives us x equals 21. X 21 oldu. Next question 16. Necə yazarıq bunu da uşaqlar? 16 vuraq 3x
bərabərdir 4 vuraq 6. So, gəlin belə yapaq. Görürsünüz ki, 4 kök altı 3x-dir. Bir də bərabərdir 2 kök altı 6-dır, düzdür? Biz birinci nə edirik uşaqlar? Divide both sides by 2. Hər iki tərəfi 2-yə bölək. Burada 4-ü 2-yə böldüm, aldım nə? 2. Bu tərəfdə, birinci tərəfdə aldım. 2 kök altı 3x. Birinci tərəfdə, bu digər tərəfdə də aldım. Kök altı 6. Hər tərəfi 2-yə böləndə, düzdür? Yes. So, now square both sides. Square both sides. So, 2 square yetmişmeyecek bura. Burada yazacağım. Yani burada 3'ün kvadratı 4, kök altı 3x'in kvadratı 3x, kök altı 6'nın kvadratı 6. İndi biz burada nə gördük uşaqlar? Aldıq 12x bərabərdir 6-ya. Hər tərəfi 6-ya bölsək, alırıq biz burada nə? 3x bərabərdir 1. X də bərabərdir. Yine hər tərəfi 2-yə bölsək, 1 böl 2. 1/2. 1/2, yes. 1/2. Question 17. How you can write question 17? Daha necə yazarsınız? 216 6'nın kubudur. Elə ona görə də x 6 olar. 6 kök altı 6. 17'nin deyirəm. Həmin 18'e bax. Sən dediyin cavab bu arada məntiqlə nə dedik yarımda bəri. Hər iki tərəfi əvvəlcə kvadrata yüksəldərik. Eləyər 9 vurulsun 8 bərabərdir x-in kvadratı vurulsun 2. Sonra ixtisar apara bilərik 2 ilə 8-i. Olur 9 vur 4 bərabərdir x-in kvadratına. Hər iki tərəfi kökə salsaq, kvadratları yoxa çıxarmaq üçün eləyər x bərabərdir 6. Birinci hərdə nə etdik uşaqlar? First, square elədik hər iki tərəfi, düzdürmü? Square with square both sides. So, aldıq. 72 bərabərdir 2x kvadratı. Sonra hər tərəfi divide by 2 gives us x square is 36 and biz dedik ki bu perfect square'da 36 düzdür. Perfect square'da nəyin perfect square'dır? 6'nın. Düzdür? Perfect square bayaq dediyimiz kimi. Oldu. Bu şəkildə aldıq. Bəli. Və question 18. So, how you can solve? Bayaq məntiqlə bir qız dedi. Dedi ki 216 6'nın kubudur. Yəni bizim də x'imiz 6 olacaq. Çox düzdür bu cavab. Həll yoluna yazsaq, uşaqlar necə yazacağıq? First, simplify the right sides. So, therefore, square root 216 is 6 square root 6. And x square root x. So, x is 6. So, anladınız uşaqlar? So, the equation becomes x square root x is 6 square root 6. The perfect square values, if x is 6, so 6 square root 6 matches the right side exactly. So x is 6.
When solving radical equations, always remember these 4 steps, please. Deyirəm ki, kökaltıları, tənlikləri həll edəndə bu 4 addımı yadından çıxartma. Hansılardır? Simplify first, əvvəlcə sadələşdir. Isolate the radical, kökü tək qoy. Kökü, yəni kökdən azad et, bunu demək istəyirəm mən sizə. Sonra square both sides, hər iki tərəfin kvadratını almaq. Bunu mütləq edin, yadınızdan çıxmasın, hər tərəfi. Check your answer. Cavabı mütləq ən axırda apar yerinə qoy, yoxla. Oldu uşaqlar. Bu qayda sət imtahanınızda radikals mövzunun böyük bir hissəsini əhatə edir. Sürətli düzgün həll etməyə sizə kömək edir. Oldu? Bəli. Bunun da qaydasını sizə indi göndərəcəm. Digər qaydanı da ard-arda inşallah bugün göndərəcəm. Oldu mu? Özünüzə yaxşı baxın uşaqlar. Bazar gününüz xoş, rahatlı keçsin. Hələlik. Sağ olun. Sağ olun müəllimə. Sağ olun.